Salam hörmətli izləyicilər, sabahınız xeyirli olsun. Oktyabr ayının 5-də Müəllimlər günündə Ordubad rayonunun Tiri kəndindən bağımızdan sizləri salamlayıram. Balattin müəllim, salam olsun sənə də. Sabah xeyir. Necəsən? Bugün Müəllimlər günüdür. Hə? Müəllimlər günüdür, Oktyabr ayının 5-i. Bazar gününə düşübdür. Gərək edək bugün qeyd eləyək də. Oktyabr ayının neçəsidir? 5-i. 5-i. Həmişə qeyd olunur. Rəsmi bayram deyil, ancaq cəmiyyətdə qeyd olunur, müəllimləri təbrik edirlər. Bugün tezdən gəlmişsin? Yox, elə səndən biraz qabaq, 5 dəqiqə qabaq. Dünən bu vaxt gəlməmişdin. Dünən məsələn mən gördüm, axı yox oldu mu? Hara getdin? Mən gec gəldim. Dünən mən gedəndə sən gəlmişsən. Yox, sən gedəndən sonra mən gəldim. Təbrik edirəm. Yüz yaşayasınız. Gözəl təhsil, gözəl elm verəsiniz cəmiyyətə. Ən gözəl, bütün müəllimləri təbrik edirəm. Sağ ol Balattin müəllim. Bir dənə yağışı gözləyirik. Arxasınca da külək. Hayır. Gündə gəlib getməklə olmur. Bəlkə səndə biraz vaxt var. Hər gün gələ bilmirəm, həftədə bir də. Ancaq olmur da. Yağış olsa qutararıq. Sənin üçün yaxşı idmandır məncə. Hə? İdmandır sənin. Hə, bizə öyrəşmişəm, değil mi? Gündə bir dəfə gəlib, indi hər cəvizə bir dəfə əyləndə gör nə qədər. 1000 dənə cəviz göstər, 1000 dənə əyil qalx. Heç idmançılar 1000 dəfə əyilib qalx. Bu cəvizi bilirsən də, Razinin cəvizidir. Bunu rəhmətli Rəcəb dayısı içərdi həmişə. Atam bura Allah çıxanmazdı. hamısına rəhmət eləsin. Atam çıxanmaz. Ən axırda Rəcəb dayı gəlib içərdi. Onda belə deyildi, qollu budaqlıydı. Sonra bir daha kəsildi. Görmürsən, heç yerdən kəsilmiş şey. Kim kəsdi? Ordubaddan bir dənə Yox, buna elə odun kəsən gəlmişdi. Ordubaddan bizə kəsən yoxdur. Bəs onu kim çıxıb kəsmişdi? Bilməm, o zaman kəsi, buna bilirəm təfəmdə kəsildi. O zaman ağaca çıxa bilirdilər. Şey vaxtında. Vaxtın birindəki şölgə kəsibdir. O yaxşı cəviz deyil. Sürü olur. İndi gətiribdir, barlıdır. Bir ikisini gətiribdir, hələ düşməkdir. Bir gətiribdir. Onu da bax gör, başqa cəvizlərə qarışmamış, saflaşıb yoxsa yox. Saflaşacaq. Mütləq saflaşmalı. Və o əslində yaxşı cəviz. Belə cavan vaxtında içi ağ olurdu. İri idi, bəlkə yaxşı su içmirdi ona görə. İndi su içir hamısı, su içir. Bu cəvizlərin hamısını biz sanayırıq da, o qədər tolazma atmışıq. Cəmaat bağlarından əl üzündən sonra peşarıya gəlirdi. Ağ cəviz, bax görürsən ağ cəviz. Fındıq cəviz. Bizdə maraqlı cəvizlər var. O qaban cəviz. Qaban cəvizdən biri də biz tərəfdə var. Qarğa deyəsən, bundan aparıbdı. Bir-iki dənəsi düşür və sağlam, çox ölmür. İçində olurmur. İkisi qabandır, bu biri də qaban olmalıdır. Yox, bu qaban deyil, bu balaca cəvizdir. Bu da bu cəvizdir, balaca da. Qaban elə budur. Bunu cavanlaşdırdım, sən görmüşsən, iki dənə qanadı var. Çox sıxdı cəvizlər ona görə. Ancaq gətirmədilər. Gətirir və belə nömrə üçün 5-6. Mənim yadıma gələn elə illər vardı ki, bu saydan 5-6 kisə cıvırıq cəviz apardıq biz. Bəlkə də siz 15 yox, sizdə çünki cəviz çox. Bu cəvizdə bir sənə qar gətirirlər. Bəy. İndi yoxdur. Nə oldu? Təbiət mi dəyişdi? Biz mi qayğı göstərə bilmirik ağaçlara? Yəni ağaçların bu il su söhbəti problemi olmur. Bir bu bağlardan su ilə deyil, qatlanan. Bax su ilə deyil. Burada cəvizlərin kökü də dərindədir, su da götürər. Su var olur. Su da götürər, amma su ilə deyil. Mən ondan bilirəm ki, o tərəf bu tərəf təpədir. Yazda burada hava cəryan eləyir, hissələr aparır. Çiçəklər var. Soyuqdur bura. O tərəfdə bərkdir, bu tərəfdə bər. Hamı tez tutur. Görürsən mən qulaqlarıma şey takmışam. Mən də bu şlosda geyinib gəlirəm oracı. Burada tez qulaq. Həmin dəqiqə aldım. Görürsən, balacadır. Buydu, balacadır. Bu fındıqdır, yox. Yox. Fındıq bu yandadır. Fındıq bu da budur, dalındakı. Bu da pis cəvizdir, ancaq balacadır. Balacağına baxmayaraq pis. Fındıq cəviz kamuflya olunur, yerdən də seçilmir. Bax gör. Seçmək Bu olmur. da. Yerdən seçmək olmur. Ha, bu deyil, seçmək olmur. Qabığı nazik olur. İçi də saxlayır. İçi də bir kimi idi, yüngüldür, deyəsən quruyubdur. Tezdə yetişir bu. Hə, tezdir. Bunlara dönüşüm apardı. Apardım, qəbələdə aparıb əkib. Bilmirəm, indi tehlər inkişaf eləyib eləməyib. Harada 100-150-yə qədər yığmışdım. Bu kandalaşları sən özün biçmişsən, hə?
Bunları mən düşmüşəm. Cəvizlər düşəndə tapılsın. Ha, tapılsın. Deyirlər bu dərman bitkisidir halatında. Adı nədir bunun? Çandalaş. Hə? Çandalaşdır. Ha, elədir. TV kəndində buradan başqa yerdə mən görməmişəm. Sən görmüsən? Mən heç yerdə görməmişəm. Çox adam tanımır. Yəqin ki, bu şeylərindən istifadə edirlər. Deyir o aran bölgələrində olur. Bunu O yetişib özdə. Bax görürsən yetişib. Bundan nə dərman düzəldirlər, mən də bir daha oxumuşam. Bunu yığaq bəlkə bu il saxlayaq. Yox, öyrənə görə yaxın nədir bu? Sor. Tökülməmiş də yığaq saxlayaq. Hı. Tam yetişib, əzilir. Bax şu əlimi də Yaxşı vaxtı. rəhlədi, böyükcan kimidir. Görəsən paltara dəyəndə bunun rəngi gedir yoxsa qalır. Görsən rəngimizi gözəl. Tamına da baxacam. Qoy Acı, gör. acı olmaz. Bax. Yarpaqlar zadı acı olar. Dadı pis deyil, şirinlik də var. Yaxşı. Hə, meyvəsindən qoxu gəlmir. Qoxu ancaq yarpağından, gövdəsindən gəlir. Kəskin yarpağını. Bir gör nə tərsi bunu heyvan yemir. Hə, tez toxunmurlar. Bax belə qal, lazım olsa da heyvan yeyər. Yarpağı kəssin. Bu murdar salanın meyvəsinə oxşayır, ancaq bu da dənəlidir. Heyvanlar, çəpişlər xoşlayır bunu. Şaq-qaşaq yeyirlər, içində dənə var. Ancaq bundan dərman bitkisidir, nə istifadə edilir. Ürgübləri öyrənmək lazımdır. Bunun meyvəsindən... Deyirlər ki, bunu yığıb qıжqırdıb araq çəkirlər, neynirlər. Meyvəsindən çox olsa bəlkə də olar, şirinliyi də var. Səhər-səhər gələndə heç kimə rastlamadın da yolda. Yox. Əvvəl gələndə kimlərlə qarşılaşmazdıq burada. Ha, heç kəs yox. Oradan gəldik, Səbzəliyə Muxtar idi. Biraz aşağı düşdün, Sura, Sonra rəhmətli xanımlarla, sonra İdris dayıcı. İdris, sonra aşağı geçirdin. Bu da Kərim müəllim, Novruz kişi. Müzəffər müəllim. Elə lap tezlik gələrdi. Yaxşı şəhərli kürəsi olardı, yaxşı elma saxlayardı, güzəldi. Sonra biz gec gəlirdik. Əvvəldən elə tənbəl edik deyirsən. Atan da biraz gec gəlirdi. Buralar Qoruq Qaytaqlarındakı Qoruq Qaytaq səfər yox idi, ancaq əkilirdi. Şəhərli kürə əkilir, süper olur. Maşıdır hamı. Biz əkirdik. Bundan sonra... 4 taxta maş biz əkirdik. Sizin bu düzlər hamısı kərdə olur. Biz əkirdik firayəsində o yuxarıda tam katoşka əkirdik, əsək katoşka olurdu. Tarandan sonra heyvanları otarardıq güzdək kimi, sonra qatardıq. Hə, payızda gətirdik, 5-10 gün dururduq qabağında, sonra ötürürdük, qarışırdı bir-birinə. Odunumuzun əksəriyyətini buradan aparırdıq. Cəviz aparırdıq, maş, yay boyu, xiyar, pomidor, pencər. İndi çaxlamaq çətindir, çəpər yoxdur. Sən çəpərləyəsən, mən çəpərləmədimsə o tərəfdən sizin yerdir. Mən biri çəpərləmişdim də, yadan gəlmir. Hə, Rəşadla çəpərlədin çayın kənarını, sel gəldi, apardı. Sel gəldi, yuxarıdan düz Axçağa kimi apardı. Kişilər bilir də, deməli burada çəpər olmur. Bir ay bundan əvvəl mənə dedin ki, alça doludur. Gəldim, alçanın yarısını çırpdım. O da otaydı. O alça qəşəng doluydu. Apardım, pörtləmişi. 25 gündür qurumuş qurum. Alı biraz çətin quruyur, ancaq quruyanda görünə gözəl olur. Hə, çox gözəldir. Əl vurursan şirə yağır. Hələ bu da bir şirədir, düzdür? Hə. Bu pesin yanında. Onun qabığı çox qalındır. Klyonka kimidir. Ya gərək qabığını yırtasan, içinə gün vura, hava Ona heç nə get. lazım deyil. Onu ancaq səbirlə qurutmaq lazımdır ki, o öz şeyini alsın, şəkətini alsın. Hardasa 1-2 kilo olacaq, köftəyə yaxşıdır. Hər köftənin içinə bir dənə qoymaq lazım. İndi pes yandırmırsınız, o pesin... Yox, hələ pesə tezdir. Ev soyuqdur, ancaq istəmirik özümüz indidən. İstiyə alışdıraq. Nədən sonra hər gecə yandırıram. Hər gecə bir saat yandırmazsan bizim evlərdə oturmaq olmaz. Bizimki də elədir, soyuqdur. Paltarı geyinib evdə otururuq. Tez dərsинlər də. Hə, tezdir, alışdırmaq istəmirik özümüzü. Cavan uşaqlar dözürək, biraz büzüşürlər, buruşurlar, ancaq mən də özümü qoca saymıram. Sümüklərim ancaq ağrıyır. Buradasın, sən odunun ola, qışda odun yandırasın. Odun hər yer odundur, heç kəsib aparmaq dərddir. Ulaq yoxdur aparasan, maşın gəlmir bura. Odun hamısına sərfənir. Yoxsa pesi bir daha qaldırırsan odundan kəlmənlə. Sönəndən sonra da 4 saat ev isti olur. 4 sana da bəs edir. Qazın kranın oradan krantın söndürürsən 5 dəqiqədən sonra həmən olur. Yalandan görüldüydü.
Valla deməlim, keçən dəfə də soruşdum səndən, sizin əsliniz Nəsirvaz kəndindən olub da babam. Ha, babam Nəsirvazdan olur. Şu Nəsirvaza yaşayır. Sonra Tivişköyündən. İndi sizin qohumlardan Azərbaycan başqa bölgələrinə gedən var. Nəsirvazda neçə nəfər var, tanımırdım. Sonra da məlum oldu ki, Bizim başqa bölgələr. qohumlardan. Yox, sənin əmindən, bibindən, xalandan. O, xala gil bu tərəfdəndir, Tivil. Nəsirvazda olubsa bizi ha da, əmin yaşayır falan şeydədir, Biləcərdədir. Və bir dənə bibim var, Fatma Sığın var, göstərək edir. Bəlkə tanımazlar sizi. Ancaq Fərrux dayının oğlu Rizvan Fərzəliyev milli takımda oynayırdı mini futbolda. Ha, mini futbolda oynuyordu. Ən gözəl oynayanlardan. İndi də oynayır. İndi yox, indi elə bilirəm ki, məşqçidir hardasa mini futbolda. Biz də baxırdıq həmişə, fəxr eləyirdik ki, kətçimiz Azərbaycan miqyasında tanınır. Baxdın Qarabağ futboluna? Baxdım, hə, Qarabağ Kopenhagen axıra qədər möhtəşəm oynadı. Birinci hissədə Real Madrid heç elə oynamır. Elə oynadı. Oynadılar. İnşallah gedərlər. Bu gedişlə çox yaxşı bir yerə gedib çatacaq. 6 xalı var, 6 xalı qazansa digər mərhələyə çıxacaq da qrup mərhələsinə, 24 arasına keçsə. Gözəl göstərir. Uşaq vaxtlarından da futbola həvəsiz çoxmuş. Sizin məhəllədən neçə nəfər var? Oynayardım, mən də oynayardım. Şəxsiyə gedilən zəmiyə gedərmişsiniz. 9 nömrə idi mən, 9 nömrə. 9 nömrə Igor Panamariyov idi Neftçi komandasında. Banşerski o zamanlar. Ondan sonra Igor Panamariyov gəldi, penaltiləri vururdu. Biz o vaxta düşmüşdük. Ya o tayda sizin məhəllədə o ülkü tikili. Sərəzlərdə, Yox, Arpaşa. Alpaşa yeri, ha. Ha, sizin məhəllə ilə oynayardıq. Ha, biz udarlıqsa məhəllədə o qədər düzdü şeylər yoxdur. Və sonra birləşib yuxarı məhəllə ilə. Sizin məhəllə əsas kimlər idi? Vüqaram oğlu muydu? Sən idin? Azlıdır. Yox, sizin məhəllədə. Bizim məhəllədə. Hə, yaxşı oynayanlar. Yaxşı oynayanlar da oynayırdıq. Ancaq olur da, torpaq meydançada, top da yox idi. Gedib oynayırdıq da yığılırdıq. Hə. Uşaqsız zəmisində stadion düzəltmişdilər də, o zamanları ehtibar düzəltmişdi. Əliyev ehtibar. Qapıya dirəksət bastırmışdılar. Dirəksət bastırmış, Ağalbaşı stadionu. Çay məhləni gedib yığıb gətirərdik. O vaxt futbola maraq çox idi. Maraq. Onlar güclü oynayardı, çay məhəllə. Güclü oynayardı. Ora Ağalbaşı futbol meydançası. Sonra bizim dövrümüzdə də bir ara biz də payalar bastırdıq. Bizdən sonra da yenə payalar bastırıb qapı düzəltmişdilər. Davam elətdirdi. Baxır zamanlara kimi bu şey var. İndi yox. Sənin oğlun Rəşad da yaxşı oynayırdı. İndi yox bu şey. O da bir nəfər oldu, uşaqları yığıb ətrafını apardı. Bir nəfər olsa, komanda yaratmaq olar. Stadiona gedən yox. Son zamanlarda Ərəbstun uşaqları da orada payaza aparıb qapı düzəltmişdilər. Məkan o düzəltmişdi. Uşaqlar çıxdı getdi. Biz o sayda uşaq da yığmaq. Bəlkə bir gün yığaq komandanı gedək. Yavaş-yavaş qaçsaq. Bizim o vaxtımız. Nə qədər qoca olsaq da yenə min zavanla dəyirik. Heç olmasa qapıda durarıq, gələn toplar dəyəri bizə qaydar. Qaldı xatır. Qaldı xatırələrdə. Xiyar toxumu demişdin, hazırdır. Büküb qoymuşduq, yadıma düşmədi. Gedəndə götürərsən. Gələn həftə gələrsən də bazar günü. Hə, onlar ara bir də səhər-səhərdə tez yensə minəklərəcəz. Nə tər xiyar idi o? Çox gözəl. Çox gözəl. Tikanlı xiyardı. Biz birinci il əkəndə onu 73 kiloluq balon turşu qoymuşduq. Ha, elə biz də keçən il çox bağlamışıq. Bu iki xiyarda toxumum olmadı heç bağlaya bilmədik. Qaşıq. Bu il bizdə toxum da az idi. Keçən il toxum tutanda toxumları yığıb aparıb padvala qoymuşuq süzgəcdə suyu geçsin. Siçanlar gəlib hamısını bir gecəyə daşımışdı. O gəlib bankanın içinə zaten. Hadi səhv eləmişdi. İndi bu il az-azıq vardı, 50-60. Ondan əkdik, toxumu ləğv olmayıb. Bazar günü gələcəksən. Qara yersən. Ən yaxşısı budur. Balacadır biz yemirik, qaçırıq böyükləri. Çox gözəl şey. Özü də yetişib, xəmir kimidir. Çandala şəlminə günə qoyduq. Çox yerdə yoxdur, görsən, bu bir bizdədir. Burada. Belə gəzəndə heç yerdə yox. Bu yaxınlarda bundan azdır. Ancaq bəzi yerlər var ki, elə hamısı bundandır. Bu qəşəng komfortu da olar. Elə bilirəm. Çox dadlanıb. Hələ biraz şaxta da vursa. O qədər şaxta olmuyor. Mən 2 dərəcəyə yenib, ancaq hələ mənfiyə yenməyib.
Tezdir də hələ. Gecələr ağlı başlı soyuq edir. Necə? Soyuqdur. Ancaq elə qırov gəlmir. Qırov gəlmir. Nəmlik yoxdur. Gün batan kimi soyuğu görürsən də. Soyuq gəlir. İnəklərimiz gəlir. Xalatlı müəllim, mən gedirəm. Yaxşı yox. Get. Soruşacağım əgər inəklər olmasa. Belə yenişə gedəcəklər. Sakit inəkdir bizimkilər. Başqa inəklərlə qoşulanda çox şiddətlidirlər. Salamat qalın, hörmətli izləyicilər. Müəllimlər günün bir daha təbrik edirik. Gələn videolarda görüşək.